Vaxtınız xeyir olsun. Bugün noyabr ayının 6-sı 2022-ci il Osman Qızı TV-nin canlı yayımını izləyirsiniz. Biz başa çatmaqda olan həftəlinin hadisələrini qaydamız üzrə hər bazar günü olduğu kimi Bakıdan dəyərli ziyalımız, sabiq səfir, diplomat İsfəndiyar bəy Vahabzadə ilə müzakirə edəcəyik. Mən bilirəm ki, İsfəndiyar bəy Vahabzadənin adı bu son günlər çox dilə gətirilir. Əlbəttə ki, bu partiyanın ətrafında İsfəndiyar bəyin də sədr müavini olduğu Haqq Ədalət Partiyası ətrafında olan söz-söhbət müstəvisindədir. Osman Qızı kanalının izləyiciləri biz bu barədə özümüz də söhbət etmişdik. Və bugün bizim imkanımız vardır ki, biz bu beynimizdə dolaşan sualların bir qismi İsfəndiyar bəyin özü ilə də müzakirə edək. Ona görə çox maraqlı müzakirəmiz olacaq. Əvvəlcədən izləyicilərimizdən xahiş budur ki, maksimum bəyənəsiz və paylaşasınız. İsfəndiyar bəy, mən təşəkkür edirəm bugün yayıma qatıldığınız üçün. Mən də sizə təşəkkürümü bildirirəm dəvət üçün. İsfəndiyar, mən əlbəttə həftənin digər hadisələrinə keçəcəm, amma bu hadisələr içərisində bir çaşqınlıq yaradan, mən deyərdim ki, şok yaradan, təəccüb yaradan, həm də sizin də yaxın vaxtlaradək üzvü olduğunuz, yaxud rəhbərlərindən biri olduğunuz Haqq Ədalət Partiyası ətrafındadır. Və bu partiyanın rəhbəri Əli İnsanov öz Facebook səhifəsində müraciət paylaşdı ki, biz İlham Əliyevin siyasətini dəstəkləyirik və bundan sonra da ona dəstək olacaq. Bu nə idi? Valla mən əvvəl biraz istəyərdim izahat vereyim. Azərbaycanda bir təxminən 60-a qədər partiya var. Səhv eləmirəmsə. Bu partiyanın da üzvləri var ki, biri o partiyadan çıxır, bu partiya üzvü olur, o partiyadan çıxır, digərinin üzvü olur. Amma nəsə mənim belə partiya sıralarına hələ heç kimə deməmiş, birinci sizə verirəm müsahibəni. Olması istifa vermək. Nəyə görəsə bu böyük səs-küyə səbəb olur. Səhərdən jurnalistlər zəng edirlər, mən də telefonu söndürmüşəm. Bu mənim nəyə görə? Hətta mənə gülməli gələndir. Budur ki, axı nəyə görə mənim adım belə hallanır? Həm də bu partiyadan tək mən yox, məndən əvvəl də çoxları çıxmışdı. İtirib axtaran da yox idi. Nəyə görəsə mənim adım belə hallanır. Ona görə. Bu bir ikincisi, həm də mən onu demək istəyirdim ki, bu Kanal FM, bilmirəm nə kanaldır, kimin nə idi, nəyin kimidir, bilmirəm. Eybəcər başlıqlar qoyur, eybəcər başlıqlar. Bu başlıqlar da sonra mənim digər çıxışlarımı verir. Çıxışla başlığın arasında, necə deyirlər, uyğunluq da yoxdur. Bu bilmirəm kimdir, nəçidir, bildi məni elə çıxışlarımı qoyur eybəcər başlıqlarla. Ona görə bilmirəm, bu hardan nə duyub, nə xəbər tutub. Mən dediyim ki, birinci sizə verirəm müsahibəni. Bəli, mən deməli, hər şeyi insana bağışlaya bilərəm, insana bağışlaya bilərəm, bir əqidə dönüklüyünü bağışlaya bilmərəm. Mən bilirsiniz, mən əqidə adamıyam. Xüsusilə sədrin özünün Milli Məclisdə, mən bilə bilmərəm hansı millətin məclisidir, nədir, Ali Sovetin binasında çıxışı ona qulaq asdım. Sonra noyabr ayının 3-də və 4-də verdiyi çıxışlardan belə məlum oldu ki, əqidə dönüklüyü var. İnsan hər şeyə zidd gedə bilər. Bu insan xarakterindədir. Belə bir şey var. İnsan səhv eləyə bilər. Belə bir latın sözü var. Errare humanum est. İnsan səhv edə bilər. Amma öz əqidəsinə, insan özünə xain çıxa bilməz. Bu nəsə, ona görə mən fikirləşdim ki, əgər bu çıxışlardan sonra mənim o partiyada qalmağım mənasızdır. Bilirsiniz, mən həyatımda belə böyük danışmaq kimi çıxmasın, istədiyim şeyə nail olmuşam. Elmlər doktoru, professor, bir xarici ölkənin akademiki, ondan sonra səfir rütbəsi, ondan başqa rayon başçısından tutmuş ta səfirə qədər, nazir müavini, komitə sədrinin müavini, bilirsiniz, çox yerlərdə işləmişəm. Və həmişə bir əqidəm olub. Heç vaxt əqidəmə zidd çıxmamışam. Mənim fikrimdə oldu, millət, ikinci vətən. Birinci millət, ikinci vətən. Və mən bu partiyada nəyə görə istifa verdim? Ona görə ki, bayaq dediyim kimi çox şeyə nail olmuşam. İstəmirəm mən öləndən sonra, nə zamansa mənim başdaşımda, necə deyirlər, başdaşıma tüpürsünlər. Birisi o başdaşımda yazılmayacaq ki, bu səfir olub, elmlər doktorudur, professordur, belə şeylər yazılmayacaq. Yazılmayacaq, icra başçısı olub, nazir müavini olub, bunlar yazılmayacaq.
Orada yazılacaqdır İsfəndiyar Bəxtiyaroğlu Vahabzadə. Mən birinci, o partide bundan sonra qalmağım mənim familiyama xələl gətirə bilər. Mən familiyamı qoruyuram. Bundan sonra burada qalmağım, bəli, dediyim kimi, mənim familiyama xələl gətirə bilər. Həyatda hər şey gəldi, gedəridir. Amma familiya qalasıdır. Bu mənim nəslini davam etdirəcək bu familiyanı. Ona görə mən fikirləşdim ki, bundan sonra bu çıxışlardan sonra 3 dəfə ki, Milli Məclisdə çıxış oldu. Həmən orada ifrat millətçilik, qatı dindarlıq, belə ifadələr işlətdi. Ondan sonra özümdən utanıram ki, nə deyim valla, o əqidənin yiyəsi bir təxminən 20 gün içində dəyişməsini özüm də necə deyirlər, başa düşə bilmirəm. Mənə qəribə gəlir. 20 gün içində necə dəyişmək olar? Mən bir misal gətirim sizə. İndi siz də, seyircilər də, kim necə seyirə başa düşsün. İsrailin bir prezidenti olub Golda Meir. Qadın olub. Çox savadlı, dərrakər bir qadın olub. Daha doğrusu prezident olub. Onun bir sözü var. Aldatmaqla, hilə gəlməklə, vəd verməklə hakimiyyətə gələnlər və hakimiyyətə gəlmək istəyənlər və yaxud da hakimiyyətdən nəsə qoparmaq istəyənlər buna nail olsalar da bunu qaytarasıdırlar onsuz da və lənətlənəcəklər. İndi bunu kim necəsiylə başa düşsün? Mən Golda Meirdən misal gətirdim. Mən elə gəl ki, bundan sonra da bu partiya haqqında danışmağa dəyməz. Keçə başqa suallarınız varsa. Çünki bilirsiniz, bu uzandıqca uzanır. Çünki mən əqidə adamıyam. Necə deyərlər? Əqidəmi heç zaman, heç nəyə mən dəyişmərəm. Mən bu əqidənin yiyəsiyəm ki. Bəli. Buyurun. İsfəndiyar bəy, siz dediniz ki, mən birinci deyildim. Mən belə başa düşürəm ki, çox adam istefa verib, yaxud Məndən sonra bilmirəm. Yəni siz tək olmamısınız da. Yəni orada bir yox, çox adamdan söhbət gedir. Vallahi bilirsiniz, mən adətən iclaslar olanda həftənin 4-cü günləri olur. Sağ olsun, maşın göndərirdi, maşında geri qaytarırdı. Mən orada oturum iclasda 40 dəqiqə otururdum. Nə hadisələr baş verirdi, mən onu bilmirəm. 40 dəqiqə otururdum, uzağı 45 dəqiqə. Ona görə mən deyəm, mən bilirəm ki, dəqiq bilirəm ki, məndən başqa 3 nəfər də daha doğrusu çıxmamışdılar, daha doğrusu iştirak eləməmişdilər iclaslarda. 3-4 iclaslardan sonra dedilər ki, bu gəlməyib deyə bunu çıxardırır. Daha nə hadisə baş verib, onun içində olmamışam mən, onu deyə bilmərəm. Bilirəm ki, bir 3 nəfər çıxıb məndən əvvəl. Mən dediyim kimi, bir 3 ay olmadım əvvəl iclaslarda, yay mövsümündə. Ondan sonra sentyabrın 15-də biz getdik, Türk şəhidinin məzarına gül dəstəsi qoydu. O bilirəm. Ondan sonra bir dəfə də olmuşam, olmamışam. Dəqiq deyə bilmərəm. Nə hadisə baş verir partiyanın içində? Onu bilmirəm. İsfəndiyar bəy, siz dediniz ki, bu 20 gün içərisində əqidə dönüklüyü, mən sizinlə biraz razı deyiləm. Əslində, ola bilsin ki, 20 gün yox, belə deyək, 200 gündən də çox söhbət gedir. Ola bilər. Keçən ilin, düz xatırlayıramsa, dekabrında da bir sükut baş verdi. Bütün partiya üzvləri partiya qeydiyyatdan keçəndən sonra sükuta qərq oldular. Əli İnsanov özü başda olmaqla, amma onun danışan digər nümayəndələri, Zəlimxan Məmmədli, İsa Sadıqov, siz, İsfəndiyar Vahabzadə heç biriniz müsahibə vermirdiniz. Hardasa dekabr, yanvar, ta fevral ayına qədər, səhv etmirəmsə, yəni yuxarı aşağı bir fərq ola bilər. Mən güman edirdim ki, bu partiya rəhbərliyindən gələn bir sözdür. Yəni heç kəs danışmayacaq və əslində məndə suallar yarandı ki, partiya qeydiyyatdan keçdi, partiya bundan sonra danışmalıdır. Yəni bundan əvvəl nə baş verirdi? Nəyə görə qadağa mı qoyulurdu danışmaq üzərində? Qətiyyən yox. Bu tamam təsadüfi bir hadisə idi. İsa Sadıqov danışmırdı, mən danışmırdım. Mən İsa Sadıqovun yerinə heç nə deyə bilmərəm. Sadəcə olaraq mən bilirsiniz, məndə boğazımda problem var, səs tellərimdə. Ona görə mən çıxmırdım. Amma 3 ay yox, təxminən 1-2 aya yaxın. Bu yuxarıdan göstəriş gəlməmişdi, xeyr. Bu tamam sırf təsadüf idi. Təsadüf idi bu. Ona görə mən deyirəm. Mən çıxış eləmirdim, bayaq dediyim kimi, biraz danışanda məni hiss eləməsi yəqin. Tez-tez su içirəm, öskürürəm.
Allergiyadır bu, bəli. Bəli, bəli. Çoxumuzda var, məndə də. İsmail bəy, və eyni zamanda mən belə başa düşürəm ki, sizin Osman qızı kanalında çıxışlarınız narahat edirdi yəqin ki. Yəni çünki mən Əli İnsanovun çıxışlarını eşitdim və sizin mütəmadi bu kanalda çıxışlarınız, probleminiz olurdumu bu müsahibələrə görə? Yox, qətiyyən. Axı mən bilirsiniz, belə pis çıxmasın, mən nə problem ola bilər axı? Məsələn, heç kim mənə heç nə qadağan eləyə bilməz. Mən həmişə özüm fikirləşirəm, özüm düşünürəm, özüm deyirəm. Heç kim mənə heç nə qadağan eləyə bilməz. Mən üzr istəyirəm, belə pis çıxmasın. Atam bəzən mənə bir şey deyəndə eləmə. Mən oturdum, əgər məsləhət bilirdimsə eləyirdim. Yox, yox. Amma bu məsələn, deyək ki, o Kanal FM-dən bəyək söhbət düşdü. O biz kimdir bilmirəm, kimdir belə yazır özündən çıxardı. Deyir ki, güya ki, Əli İnsanov məni qovub partiyadan. Əvvəla həmən adam özü qovulanlardandır. Mən qovan oğullardan, qovulanlardan deyiləm. Həmişə mən qovmuşam kimisə. Amma bu qədə kimdirsə, Kanal FM-də bir ildə elə məni, necə deyim, çarxı hərlədi, raskrutka. Məni bilməm, reklam eləyir, mənə reklama ehtiyacım yoxdur. Pul qazanır özü. Onu deyə bilmərəm, bəyək mən bunu deyəcəkdim, daha doğrusu başqa səmtə çevrildi söhbət. Amma yox, heç kim yuxarıdan mənə göstəriş verməmiş. Yuxarıdan sədr. Heç kim göstəriş verməmişdir mənə. Mən heç kimi göstərişini özüm üçün qanun hesab eləmirəm. Mən özüm necə fikirləşirəmsə, gəldiyim nəticə budur ki, çıxış eləyim və ya da çıxış eləməyim. Əgər mən bir qədər pauza verirəmsə çıxışlarıma, deməli nəsə problem var. Amma mən heç vaxt heç kimin sözünə fikir verməmişəm. Heç kimə necə deyirlər, tabi olmamışam. Hətta dünyanın düzgün vaxtında mən rayon başçısı olanda orada 26'ların barelyefi var idi. Onu mən söktürmüşdüm. Yuxarıda mənə göstəriş gəldi mərkəzi komitədə. İndi kim partiya sədrindən yox. Biraz gülməlidir. Bəli, mənə dedilər, niyə eləmişsən sən? Dedim, eləmişəm, əcəb eləmişəm. Hələ o zaman Sovet vaxtı idi. Bəli, o zaman mənə dedilər, nağ eləmişsən, mən söktürdüm. Və sonra da istefa verdim özüm. İsmail bəy, mən sizin dediyiniz o kanaldakı çıxışları mən də görmüşəm. Məndə də təəccüb yaradıb və siz mənə demişsiniz ki, bu köhnə müsahibələrdir, amma onlar təzə kimi təqdim olunur və başlıqlar qoyulur. 2 il bundan əvvəl, 4 il bundan əvvəl. Heç o zaman bu partiyada mən yox idim. Heç partiya yox idi. Yəni o zaman mən o vaxt elədiyim çıxışları elə bir mütəmadi verirlər, göstərirlər. Bilmirəm məqsəd nədir? Bu kimin göstərişini icra edirlər, onu bilmirəm mən. Mən sizə bu işdə kömək edə bilərəm. Mən publik surətdə əslində bu kanala, Kanal FM gedir adı. Üzr istəyirəm, bir söz deyim sizə mən. Yox, yəni YouTube vasitəsilə yəni şikayət etmək sizin bu haqqınızdır. Çünki bu nifrət çıxışı kimi təqdim olunur, kontekstdən çıxılır, sizin hüquqlarınız tapdanır. Yəni biz bu videoları şikayət etmək olar, amma etməzdən əvvəl mən bu kanala şans vermək istəyirəm. Siz adı Kanal FM etdi, yoxsa necə idi? Kanal FM, bəli. Yox, bilirsiniz, mən təxmin edirəm kimə məxsus bir kanaldır və biz... Məhkəməyə versəm, o bir ildə mənə raskurtka elədiyi pulları bir saatin içində burnundan gətirərəm. Üstünə qoyuram 100.000 altından çıxa bilməz. Bilirsiniz, amma mən başa salaram ki, belə şey eləməsin. Mənə reklama ehtiyacım yoxdur. Bilirsiniz, özünü biabır eləyir. Mən 3 il bundan qabaq yadımdan çıxdığım, baxıram, görürəm elə bu verir. Cəmaət da elə bilir ki, təzə çıxışlardır bunlar. Mən təxmin edirəm söhbət kimdən gedir və bu sadəcə olaraq tiraj, reyting qazanmaq üçün edilən bir iş də ola bilir. Çünki o şəxsin təxmin başqa kanalı var, izləyicilərimizə yaxşı məlum olan. Mən ona görə burada sadəcə olaraq müraciət etmək istəyirəm ki, sadəcə olaraq bunu dayandırsın və bundan sonra etməsin və əvvəlki yazıları yazsın. Yəni sizcə bu üzr istəyirəm bir dəqiqə. Siz yəni mən bilmirəm kimdir. Mən 5-6 il kəşfiyyatda işləmişəm. Bilirəm bu kimdir. Adına qədər, familiyasına qədər, nəslinə qədər bilirəm. Amma sadəcə olaraq bunu mən gülüzgə, o səviyyəyə enmək istəmirəm mən ki, sən kimsən, kimin kimisən, nəyin kimisən, kimin nəyisən. Mesela o səviyyəyə enmək istəmirəm. Sadəcə olaraq mən indi söhbət açıldı mən dedim. Yoxsa onu mən elə çıxdığı yerə, vaxtı ilə çıxdığı yerə təzən soxdura bilərəm. Nəysə. Təşəkkür edirəm.
dediyimiz kimi bunları dayandırsın və mən özüm də açığı çaşbaşlı olub qalırdım. Çünki sizin demədiyiniz və 5 il əvvəl, 4 il əvvəl sözlər bu cür kontekstdən çıxarılır ki, İsfəndiyar Vahabzadə belə bir açıqlama verib. Və siz də mənə deyirdiniz ki, siz yalnız Osman Qızı kanalında çıxış edirsiniz. Yəni bu yalnız köhnə və qəsdən edilən bir işdir. Bir daha mən bir söz deyim, mən Bakı kanallarının heç birinə inanmıram. Bakı kanallarına. Ona görə bir ildir ki, mən Bakı kanallarında çıxış eləmirəm. Bir həftədə bir dəfə sizə müsahibə verirəm. Digər kanalda mən çıxış eləmirəm. Çünki bilirsiniz, o səviyyə inmək istəmirəm. Sonra bu söhbət necə deyirlər, başqa bir mövzudur. Sonra barədə danışarıq. Bu kanallar barəsi nəysə. Təşəkkür edirəm sizə. Mən də minnətdaram sizə göstərdiyiniz etimada görə. Bilirsiniz, mən əvvəla biz dünənki yanımda mən dünən Xalq Ədalət Partiyasının digər üzvlərinə də əslində rəhbərinə müraciət etdim, Əli İnsanova, və müraciətimi təkrar etmək istəyirəm ki, o da çıxsın və Azərbaycan xalqı həqiqətən ondan bir cavab gözləyir ki, bu nə idi? Yəni bir il əvvəl başqa şey demək, bir il sonra tamamilə 180 dərəcə fərqli bir mövqe sərgiləmək nə baş verib? Mən ona görə sizin də fikirlərinizi bilmək istəyirəm. Yəni biz prezident administrasiyasında xüsusi bir şöbə vardır. Siyasi partiyalarla və QHT-lərlə iş üzrə şöbə. Ədalət Vəliyev, onu xalq içərisində deyəsən avtobusun sürücüsü də deyirlər, nə bilim, avtobusa mindirib, hamını aparmaq, haraysa və s. və l. Amma tam ciddi, yəni sizcə rəhbərlik hansı işi görməkdədir siyasi partiyalarla? Yəni bu cür birdən-birə əqidə dönüklüyü nədən baş verə bilir? Yəni bu hansısa siyasi bir prosesdirmi? Məsələn, yapı gücləndirmək, kiçik müxalifət partiyalarını özünə qatmaq ki, təxminən 10 partiya birləşdirilib artıq yapa. Yoxsa ki, bu çox banal, primitiv, nə bilim, obyekt bağışladım, işlə ömrünün axıradək xoşbəxt ol kimi ələ almalardır. Mən deyəcəm, siz inanmayacaqsınız. Buyurun. Mən sədrlə, həmin partiyanın sədri ilə, görsə adını çəkmirəm. Həftənin 4-cü gününə bir 10 dəqiqə, 8 dəqiqə mən saata baxırdım. Əlahiddə söhbətlərimiz olurdu. Nə var, nə yox, necəsən, filan necədir, filan necədir, bu barədə söhbətimiz olurdu. Ondan sonra ümumi söhbətlər olurdu. Mən ikilikdə bu ilə söhbət eləməmişəm. Və deyə bilmərəm, kim hara gedir, kim avtobus sürür, onu bilmirəm mən. Həqiqətən xəbərim yoxdur. Ümumiyyətlə belə primitiv məsələlərə mən baş qoşmuram. Ona görə mən deyə bilmərəm. Mən həqiqətən deyirəm. Nəyə deyirsiniz, məsələn, mənim atamın, necə deyirlər, qəbri mənim üçün ən müqəddəs bir yerdir. Atamın ruhundan da deyirəm ki, biz 4-cü gündən, Allah öncə rəhmət eləsin, 4-cü gündən bir əlahiddə hamıdan kənar bir 10 dəqiqə söhbətimiz olurdu. Nə var, necəsən, işin gücün, bundan kənara çıxmırdıq. Bəlkə də 15 dəqiqə orada, mən dəqiqə deyə bilmərəm, ümumi söhbətlər gedirdi. Və mən bəzi məsələlər sırf özümüzə aid olan məsələlərdə biz danışırdıq. Amma mən bilmirdim ki, nə var, nə yox. Bu partiya cəmaatı nə fikirləşir, nə edir. Qutaran kimi də bunlar qalırdılar, mən dərhal gedirdim. 40-45 dəqiqə, çox olmurdum. Uzağa deyək ki, 45 dəqiqə. Həftədə bir dəfə. Ondan başqa da biz hüzür yerində olmuşuq 3 dəfə. Nə hesabat vermirəm. Amma sadəcə deyirəm ki, 3 dəfə hüzür yerində olmuşuq. Ondan sonra getmişik biz Məmməd Əmin Rəsulzadənin qəbrinə məsələn gül qoymuşuq. Belə olub. Amma məsələn təsəvvür edin ki, ondan kənar bizdə görüşlərimiz olmuyor. Və bu partiyada yaranıb, səhv eləmirəmsə, 19-cu ilin noyabrında, səhv eləmirəmsə, yaranlardan bir də mən idim, 12 nəfər idi o zaman biz. Ondan sonra deməli bir qədər ara verildi, bir də keçən il mən başladım, necə deyirlər, getdim, gəldim, o da necə deyirlər, bugünə qədər. Bugün deyəndə ki, arada bir 3 ay bəzən getmirdim, 2 ay bəzən getmirdim. Siz baxsaz görərsiniz, bəzən iclasların bəzən yox idim, bəzən çəkmirdi iclasları heç. Belə oldu. Amma ondan kənar, iclasdan kənar reallıqda biz olmamışıq bir yerdə.
Yəni siz şəxsən özünüz, yəni əqidə dönüklüyünü nədə gördünüz? Yəni bu hansı məsələlərdən söhbət gedir? Məsələn, bu sadəcə olaraq İlham Əliyevə birdən-birə dəstək olmaqdır, yoxsa ki Qarabağla bağlı, nə bilim, güya biz Xankəndində Azərbaycan bayrağı az qalıb bu gün sabah qaldırılacaq, yerlənəcək. Yəni sizin üçün bu əqidə dönüklüyü nədə biruzə verirdi? Nədə siz öz fikrinizi qət etdiniz ki, yox, bu həmin adam deyil, yaxud burada bir dönüklük baş verib? Bilirsiniz, mənim çıxışlarımla, yəni sizin kanalda verdiyim çıxışlarla 3 çıxış ki oldu Milli Məclisdə, yəni Ali Sovetin binasında, bir də 2 dəfə ayın 3-ündə və 4-ündə, bir-birinin ardıca olan çıxışlar və mənim çıxışım, bunu tutuştursanız görərsiniz ki, mən hansı yolla gedirəm, sədr hansı yolla gedir. Bunu özünüz görərsiniz. Doğrudan mı siz fikir vermədiniz ki, mən hansı əqidən adamıyam, o hansı əqidən adamıdır. Bu hamısı baş verdi, siz çox uzaqlara getdiniz. Mən deyirəm ki, bir 20 gün içində, bəlkə də bir ay belədir. Mən deməli bir ay deyə bilmərəm, olmamışam orada. Sentyabrın 15-də 2 dəfə görüşdük. Biz 4-cü gün, hansı həftənin 4-cü gün biz görüşdük və bir də getmiş Türk əskərinin qəbrini. Tarixi bilirəm ayın 15-də, amma dəqiq bilmirəm. Ondan sonra ya ondan əvvəl biz görüşmüşdük. Həmən iclasda. Ondan kənar eşini bilmirəm mən. Siz deyirsiniz ki, Milli Məclisin binasında, mən bunu bilmirdim. Yəni bu necə olur? Nə söylədiniz? Milli Məclis Ali Sovetin binasında. Mən Milli Məclis deyə bilmirəm. Çünki nəyə görə deyə bilmirəm? Çünki orada çox sayda qan qarışıqlanlar var. Xüsusilə də deməli ermənilərlə, qaynanası erməni olan, arvadı erməni olan, kim erməni olanlar var deyə onu görə deyə bilmirəm Milli Məclis. Deyirəm Ali Sovetin necə deyirlər binasında orada çıxış olmuşdu bütün partiyalardan. Oradakı çıxışdan sonra bir də noyabrın 3-ündə və 4-ündə bir-birinin ardıcı olan çıxışlardan sonra siz tutuştursanız görərsiniz ki, yollar heç qətiyyən paralel deyil. Ümumiyyətlə paralel deyil. Mən yenə qayıtdım 3 il bundan əvvəlki deməli necə deyirlər. Mən dedim ki, fikirləşdim ki, bu qədər cəzadan sonra kimsə dəyişə bilər. Mən həyatda yenə deyirəm, hər şeyi hamıya bağışlamaq olar. Bir misal da gətirdim. Latın sözündən, latın kəlməsidir bu. Amma ki, birdən-birə mən öz fikrimə zidd çıxım, öz əqidəmə zidd çıxım. Axı bunun çıxışlarına siz də baxmışdınız əvvəllər. Bəli, bu çıxış buradaydı da elə. Birdən-birə uğursuz siyasətçi adlandırdığı adama demək ki, uğurlu siyasət aparır. Və bunun arasında çox zəmin asman fərq var. İlham Əliyev, sən çox uğursuz siyasətçisən, bunu deyən adam, baxsaz görərsiniz, birdən-birə uğurlu qazanmağa başladı. Və bilirsiniz, adamı mən çaşmadım, həyatda çox adamları görmüşəm. Dünyanın yarısını çoxunu gəzmişəm, bilirəm kim necədir, kim nədir, nə demək istəyir. Bəzən özümü qoyuram xamlığa, deyirəm, sən deyən düzdür. Bəzən güya heç başa düşmürəm. Ən böyük biclik odur ki, gərək o adam bicliyi bilinməsin. Bir də ən böyük biclik düzlükdür. Bu adam ki, biclik hiləgərliyi bilindi, deməli, bu adam bic adam deyil, hiləgər adam deyil. Çalış bəzən özünü, məsələn, avamlığa da qoy ki, mən başa düşmədim, sən deyəndir, belədir, amma öz işini gör. Bu həyatdır. Yəni, adamlara qəbul etdirmək olmadı ki, bu U dönüşü, yaxud əqidə dönüşü üçün bir səbəb vardır. Məsələn, mən başqa bu cür defekt etmiş, qarşı tərəfə keçmiş adamların storiesini, hekayəsini xatırlayıram. Onların bəziləri ilə bizim gözümüzün qarşısında elə burada Osman Qızı kanalında olub. Bu yaxınlarda Facebookda bir xanım Sevinç Nəzərli bir maraqlı status yazmışdı ki, deyir, Osman Qızı kanalında xoşbəxt olanlar çıxıb, daha sonra isə əqidəsini dəyişənlər. Amma mən məsəl üçün onların gətirdikləri dəlillər yaxud bəhanələri yadıma salıram. Məsələn, biri deyirdi ki, mən Zəngilandanam, Zəngilan azad edildi, vəssalam, mənim İlham Əliyevdən başqa istədiyim yoxdur. Bax, mən bundan əvvəl mən hüquq müdafiəçisi idim, mən İlham Əliyevi dəstəkləyirdim, amma Zəngilan azad edildi, mən daha geri çəkildim. Yaxud başqa birisi vardı,
politoloq, o deyirdi ki, mənim müharibəm buracan imiş, müharibə artıq davam edir, siz bilmirsiniz, müharibə gedir, ona görə mən İlham Əliyevin yanındayım. Yəni, hər halda nəsə bir inandırmaq ki, bu daha doğrusu cəbhəni dəyişmək, qütbü dəyişmək arxasında nədir? Yəni mən doğrudan da Əli İnsanovun halında belə bir ortada dəlil görmürəm. Yəni demək ki, Xankəndində sabah Azərbaycan bayrağı yelənəcək, buna bişmiş toyğun gülməyə gəlir. Çünki bu yelənəndə biz hamımız İlham Əliyevə, əgər o burada onun xidməti olacaqsa, biz hamımız buna görə dəstək olacaq. Yəni sənə nə düşüb ki, sən bu heç nə baş verməyib, birdən-birə deyirsən ki, Xankəndə Azərbaycan bayrağı gəlincə mən keçdim İlham Əliyevin tərəfinə. Yəni doğrudan da mən razıyam ki, bir siyasətçiyə yaraşan bir mövqe sərgiləməsi deyildi, bir sübut deyildi. Ona görə də adamların ağlına ən fərqli səbəblər gəlir ki, bu nə bilim parlamentdə mandat vəd olunubmu, yaxud nə bilim mən də inanmıram, bəli, amma birisi mən sizə bir söz deyim. Adam gülməkdir həqiqətən. Və bu yaşda bilirsiniz, 77 yaş az məsələ deyil. Bu yaş nəyə ümid bəsləmək və nəyə arzulamaq? Nəyə ümid bəsləmək? Və nə qoparmaq, nə almaq? Bilirsiniz, bunların sual doğurur. Mandat, o ki qaldı mandat deyirsiniz. Mandat heç nə həll eləmir axı. Tutalım məsələn, kimsə seçildi, deyək ki, Şəkidən deputat. Üzr istəyirəm, mənim atam 4 dəfə olub Ali Sovetin deputatı. 95-ci ildən 2000-ci ilə qədər oldu Milli Məclisin millət vəkili. 2000-ci ildə nə qədər dedilər, dedim mən ki, bura qədər imiş. Bilirsiniz, 70 yaşından sonra parlamentdə oturmaq, bu gülüncdür. Həqiqətən. Mən belə başa düşürəm, mən belə görmüşəm, belə tərbiyə almışam ki, oğul, heç zaman əqidənə xilaf çıxma. Əgər əqidənə xilaf çıxsan, naxələf çıxsan, hamısından üst çevirər. Bir dəfə sözməmişdən əvvəl 100 ölç, 1 biç. Mən Kommunist Partiyasının üzvü olmuşam, hamı kimi, bunu inkar eləmirəm, hamı kimi, hamı atanda mən də atmışam. Bu demək deyil ki, mən canlı dildən, necə deyirlər, Kommunist Partiyasına inanırdım. Yox, heç kim inanmırdı. Heç Qarbaçov özü inanmırdı. Heç kim inanmayıb Kommunist Partiyasına. Amma bu ideya deyildi, əqidə deyildi. Sadəcə olaraq mən bu sözə fikir verin, bir də bu sözə qayıdarıq gələn görüşlərimizə. Ağacı qurd içindən yeyən kimi mən girmişdim Kommunist Partiyasına. Məhz fikrim buydu ki, ancaq pillə-pillə qalxıb nəsə eləyim bunun uçurulmasından ötürü. Bilmirəm, müəyyən qədər xidmətim oldu, yoxdur, onu deyə bilmərəm. Sadəcə olaraq mənim niyyətim bu idi. Və bundan da istədiyim vəzifəni də artıb almışam. Bəziləri atama görə xeyir, mən bir demişdim kanalların birində sizə. Burada olmuşdu mənlə Əfqanistanda olan Palyaniçka. Bunun xidmətləri olmuşdu. Çünki inanırdı mənə canı dildən, ürəkdən. Nəysə. Zəhmət olmasa İsfəndiyar bəy, aşağı salardınız kameranı. Mən isə bizi izləyicimizə deyim ki, bizi artıq bəli, biraz qaytar. Amma yox, biraz da qaytarı zəhmət olmasa. Qaytarım? Bəli, qaytarız. Yox. Gəldi? Yox, aşağı. Aha, güzel idi. Təşəkkür edirəm. Bizi YouTube'da 4000 adam izləyir. 1000 bəyənmə var. Təşəkkür edirəm bəyənmələr üçün. Zəhmət olmasa 4000 də əgər bəyənsə bu videonu daha çox adam izləyə bilər. Qarşıda ən maraqlı suallarımız elə qarşıda gəlir. Ona görə izləyicimizə xahiş edirəm ki, yalnız izləməyəsiniz, həm də bəyənəsiniz və paylaşasınız. İsfəndiyar bəy, mən ümumiyyətlə yəni bu nəyə görə biz bu qədər vaxtımızı bir partiyaya həsr edirik, partiya ətrafına baş verən? Çünki bu bir simvolik hadisələrdir ki, əslində hakimiyyət siyasi partiyalarla işi necə qurur, öz prioriteti nə hesab edir, digər tərəfdən siyasi partiyalar haqqında qanun layihəsi vardır. Bugün sabah o da qəbul olunacaq. Çox əndrabadi biz təkliflər eşidirik ki, nə bilim, siyasi partiya sədrlərinin psixoloji durumu yoxlanılmalıdır. Yəni, sanki partiya rəhbəri olmaq, yaxud üzvü olmaq hakimiyyətin gözündə bir
nə bilim bombanın üstündə oturmaq kimi görsənir. Ki sən terrorçusan, sən əgər partiya yaradanda potensial terrorçusan. Bax, bu baxımdan mən bu müzakirəni davam etdirmək istərdim. Deməli, belə bir fikir də, belə bir rəy də səslənmişdi ki, Əli İnsanov Sevil Əliyevanın kadrıdır. Məsəl üçün, Əli İnsanov özü müsahibələrində birində demişdi ki, Sevil Əliyeva mənim bacımdır, mən onun qardaşıyam. Xatırlayırsınız bu müsahibəni? Bir neçə ayın söhbətidir. Bəli, yəni bu bizim verilişimizdə Beydullah bəy Manav belə bir fikir səsləndirmişdi ki, bu İlham Əliyev ilə Sevil Əliyeva arasında hansısa sövdələşmənin tərkib hissəsi ola bilər. Yəni mənim partiyam gəlir, o qeydiyyatdan keçir, sən onunla ola bilsin ki, hansısa koalisiya yaradırsan, məsəl üçün Türkiyə modelində olduğu kimi, nə bilim, AKP partiyası ilə, Erdoğanın partiyası ilə, o bir partiyanın adını unutdum, izləyicilərimiz yazsın, bir konsort, bir Millətçi Hərəkat Partiyası. Millətçi Hərəkat Partiyasının bir yerdə hakimiyyətdə olursan, bu faktiki olaraq sənin uzantın olur, amma sən belə bir təəssürat yaradırsan ki, sən tək deyilsən. Yəni hansısa bir oyun, hansısa bir manipulyasiyanın hazırlanması. Bax, sizcə ola bilərmi ki, Azərbaycanda da belə bir ehtiyat variantlar hazırlanmaqdadır? Yəni o məsuliyyəti yalnız yapın üstünə atmamaq, onu paylaşacaq alternativ, yaxud onun yanında gedəcək başqa bir partiyada yetişdirmək. Bilirsiniz, bu sual çox uzun oldu. Bəli, çox uzun, çox. Mən bilə bilmirəm. Siz əvvəl dediniz, Sevil Əliyevadan başladınız. Bəli, zəhmət olmasa oradan. Sevil Əliyeva, inandırıram, mən heç bir zaman Əli İnsanova sual verməmişəm. Heç bir zaman. Deməmişəm necə oldu, nətər oldu. Mən bildiyim özümdədir. Siz mənə sual versən, mən 100 dənə, necə deyirlər, danışa bilərəm. 100 cür, necə deyirlər, formada mən danışa bilərəm. Yox. Mən Sevil Əliyevanı tanıyıram necə? Bir yerdə oxumuşuq, bir dövrdə. O məndən bir kurs aşağıda oxuyurdu. Ərəb şöbəsində oxuyurdu. Mən farsda oxuyurdum. O Rus bölməsində, mən Azərbaycan bölməsində. Bizim fakültə çox balaca fakültə idi, kiçik fakültə idi. Təxminən fakültədə oxuyurdu. Birinci kursdan 5-ci kursa qədər. Heç toplasaydı 100 nəfər olmazdı heç. Ondakı 3-cü kursdan sonra, 4-cü kursdan sonra çoxları girdi xaricə. Ona görə başlı bütünlüyü heç 100 nəfər olmaz belə. Mən belə deyə bilərəm ki, buradan mən tanıyıram. Bundan başqa kim kimlə görüşüb, harada nə söhbət olub, onu deyə bilmərəm. Bayaq dediyim ki, mən heç bir zaman heç kimə sual vermirəm. Çünki mənim özümün bildiyim özümə yetər. Mən sual vermirəm. Çünki bilirdim ki, nəsə var, nəsə oldu. İndi bu, mən sual versəm, deyə bilər ki, yox, belə şey olmayıb, misal üçün. Amma mənim öz inandığım bir şey ki, mən qənaətə gələndə 100 ölçüb bilmişəm, sonra qənaətə gəlirəm. Ona görə mən bilmərəm ki, kim kimlə görüşüb, kim kimlə nəsə danışıb, onu bilmirəm mən. Amma mən də sizinki, mən də baxmışam onun çıxışlara. Həmən ki, mənim bacımdır, mən onun qardaşıyam, belə. Bu partiyalarla bağlı qanun, ağlınız nə kəsir? Yəni, bu Asim Mollazadə belə bir təklif verdi ki, ümumiyyətlə, yoxlamaq lazımdır, onlar dəlidirlər, dəli deyirlər, psixoloji durumu yoxlanmalıdır. Mən bunu baxmamışam, onu görməmişəm bu çıxışını. Amma sadəcə olaraq bu məsələni demək istəyirəm ki, partiyalar 60-a qədər partiya var. Elə partiya var ki, 2 nəfər, 3 nəfər deməli, üzvü var. Bilirsiniz, bu partiyalar yaradırlar. Mən bilən, mənim öz gəldiyim nəticə bundan ibarətdir ki, deməli, bunların əksəriyyəti çoxu, məsələn, bir dəfə demişdim sizə, bir 90-95%-i hökumətdən pul alırlar. Bilirsiniz, o görmüşsünüz, sirkdə heyvanlara oynadırlar. Heç kimin ünvanı bunu demirəm. Bir qarın çörəyə nə desəniz eləyir. Bir eləməyən kimdir? Qurtdur. Canavarı əhliləşdirə bilmirlər. Canavar bir qarın çörəyə işləmir. Elələri var ki, məsələn, mən də bilmirəm. Daha doğrusu bilirəm, daha doğrusu demək istəmirəm. Əksəriyyət, məsələn, deyək ki, konvert alırlar. Konvert. Və əqidələn konvertə satırlar. Mənim o yaşım yoxdur ki, mən əqidəmi satım. Bundan da əvvəl satmamışam. Mən də cavan olmuşam.
Bilirsiniz, əqidə məsələsi böyük bir şeydir. Bayaq mən baxdım bir kanala, orada bir nəfər çıxış eləyirdi, deyirdi ki, vətən məsələsi ortalığa gələndə iqtidar müxalifət olmamalıdır. Əvvəla mən o adama nəzərə çatdırmaq istəyirəm ki, birinci millətdir, ikinci vətəndir. Vətən anadır, millət atadır. Vətəni həmişə ananı millət qoruyur. Bilirsiniz, bu fərq var arasında. Ata millətdir. Ana vətəndir. Nəyə görə deyirlər ki, ana dili? Ana vətən. Ata deyən yox. Çünki ata həmişə döyüşdə olur. Ata qoruyur milləti. Bugün mənim millətim əriyirsə, buradan gedirlər, xaricə gedirlərsə, harasa gedirlərsə, bir qarın çörəyə, mən bunun əleyhinəyəm. Nəyə görə bunlar getməlidirlər? 240 manada ata evə gəlir, ata. Pul gətirir 240 manat. O övladlarından xəcalət çəkir. Birisi, bu böyük problemdir bu. Atı üçün. Cavan kişidir, gəlir evə, həyat yoldaşı deyir, bir dənə də uşağı var, artıq uşaq olmaz, bu genosiddir. Doğumun da qarşısını alırlar. Uşaq pulunu da vermirlər. Əgər evə gəlirsə 240 manat pulla necə bu adam ailəsini saxlasın? Qışın günüdür. Qaz artıb, işıq kəlləçarxdadır, su da belə. Hər şey qalxır. Mən bu hökumətə nəyinə razı olmalıyam? Mən narazıyam, bəli. Axı nə vaxta qədər 180 manatla cəmaatın başı alladıb demək olar ki, inkişaf edirik biz. Harada inkişaf? Nəyimiz inkişaf edirik bizim? Dərhal da gətirirlər, misal gətirirlər ki, Hollandiyada çörəyin qiyməti nə bilir, neçə manatdır, neçə evrodur, harada nə qədər evrodur. Əslən maaşdan danışır. 180 manat pul vermək, 240 manat maaş vermək, biz ələ salmaq deməkdir bu. Milləti ələ salmaq deməkdir. Kişini ələ salırlar. Ata millətdir, ana vətəndir. Ata həmişə milləti vətəni qorumalıdır, ananı qorumalıdır. Bir misal gətirdim, mən qurtdan misal gətirdim canavardan. Canavar başda gedir. Sürdün başlısı. Arxasıca gəlir bu nəsli. Əgər mənim arxamda gələn yoxsa, nəsil yoxdursa, mən nəyə arxan ola bilərəm? Mənim vətənimi kim qoruyacaq? Buyuruz. Siz dediniz ki, paket alırlar, yəni söhbət puldan gedir. Mən də buna bənzər məlumatlar alıram ki, bəli, siyasi cib partiyalarının rəhbərləri məhz bunu hamı deyir, bəli. İçərisində pulu olan konvert alırlar və bu, yəni nəyə görə biz buna konvert pul deyirik? Çünki o heç yerdə qeydiyyatdan keçmir. Yəni o bir maaş deyildir, bu qazanc deyil. Bu sadəcə olaraq çirkli puldur, yəni özünə tabe etdirməkdir. Biz hüquq müdafiəçisi Emin Hüseynova maraqlı bir araşdırması var idi. Həmin bu məbləğlərlə bağlı. O hətta iddia edirdi ki, məsələn, ayda 7000 manat alan partiya sədrləri var Azərbaycanda və ona görə biz təəccüblənməməliyik. Onların hadisələrə mövqe reaksiyası bu cür olur. Onlar nədənsə öz avtomatlarını, virtual avtomatlarını elə həqiqi müxalifətin üstünə çevirirlər, yaxud sizin kimi, mənim kimi adamları tənqid etməyə, yaxud demokratiyanı tənqid etməyə. Demokratiya nədir? Hamısı yalandır, qərb hamısı yalandır. Bax, bu cür bir ritorika paylaşmaqla məşğuldurlar. Yəni, bunun arxasında hökumətin verməkdə olduğu bir pay, bir pul dayanır. Yəni, bu deməkdir ki, hakimiyyət onlara bir trollu kimi baxır da, belədirmi? Yəni, bir troll ordusu var, nə bilim, jurnalistləri trolla çevirirlər, QHT-ləri trolla çevirirlər, bir də ki, siyasi partiyaları, rəhbərlərini, yəni o kiçik partiyaların sədrlərini trolla çevirirlər. Yəni bu, yəqin ki, bunu trolluq adlandırmaq olar, elə deyilmi? Hakimiyyətə trolluq etmək. Yəqin ki də, bilirsiniz, yəqin ki. Çünki hər şeyi, məsələn, pul həll eləmir. Pul çox şey həll eləyir. Məsələn, yuxusuzluq ki var, ən böyük problemdir. Mən özümə ən gözəl çarpayı ala bilərəm, amma yuxunu ala bilmərəm pulla. Bilirsiniz, hər şeyi almaq, satmaq ola bilər, amma elə məsələlər var ki, o pula getmir. Məsələn, əqidə, düşüncə getmir pula.